Hər şeyin əsasının rəqəmlər olduğunu fikirləşən Pifaqor bizim şagirdlərə rəqəmlərdən öncə öz sərhədlərini tanımaqda kömək olmamızı çox istəyərdi. Çünki özü də halalca teoremindən istifadə edərək hazırladığı fincanı vasitəsilə bunu edirdi. Alicənab Pifaqor dərsində iştirak edən tələbələrə içəcək təklif edərdi. Amma suyu sadə fincanda deyil, el arasında Pifaqor və ya ədalət fincanı kimi tanınan bu fincanda içərdi tələbələri. Elə belə fincandan danışmıram ha. Bu fincan öz sərhəddini bilən, qarşısındakına harda durması lazım olduğunu çox dəqiq göstərən fincandır. Belə ki, gördüyün hissəyə qədər istədiyin qədər su süzüb içə bilərsən. Amma elə ki o sərhəddi bircə damcı keçdin, suyu lazımdan artıq süzdün, onda sifon effekti işə keçir və sən sudan heç bircə qurtum da içə bilmədən su axıb gedir. Yəqin başa düşdünüz, Pifaqorun məqsədi tələbələrini susuz qoymaq deyildi. Onlara sərhəddin dəqiqliyinin vacibliyini bu yolla özünə və ətrafını hörmət edən sağlam insan ola biləcəyini göstərmək istəyirdi. Bu cür videolar sizə maraqlıdırsa və videodan yeni məlumatlar öyrəndinizsə, səhifəmi izləməyi və bunu mənə bildirməyi unutmayın.